Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Qadın və kişi evlilik və ya sevgili münasibətlərində münasibətin dəqiq, gözlə görülən, əllə tutulan korlanmasında qadın rol oynarsa, hansı halda qadın kişinin başının üzərinə çıxır və qudurur? Birinci hal, əgər qadın səhvini heç boynuna almazsa və kişi onu bağışlayarsa. İkinci hal, qadın bilir ki, səhv özündədir, amma bunu bölüşdürməyə çalışır. Deyir ki, düzdür, mən sənə qarşı kobudluq elədim, amma sən də mənə qarşı belə davranmışdın, elə davranmışdın. Halbuki onun məsələ ilə çox vaxt aidiyyəti olmur. Bu o deməkdir ki, məsuliyyəti yenə tam öz üzərinə götürmək istəmir. Yəni 50-50-yə bölüşdürmək istəyir. Başa düşürsünüzmü? Burada da biclik var. Burada da yenə üstünlük qadındadır. Bu o deməkdir ki, qadın o 50%-i də yenidən nədir? Kişinin boynunu açansa yükləyə bilər. Əslində belədir ki, bu tam olaraq belə deyildi. Mən səhv hesab eləmişəm. Səndəymiş günah. Başa düşürsünüzmü? O 50-50-yə məsələsi də doğru deyil. Və üçüncüsü, qadın tam boynunu alır ki, səhv eləmişəm və bir də bu təkrarlanmayacaq. Bu zaman kişi onu tam bağışlayarsa, qadın artıq yerini bilməyə başlayacaq. Yenə də deyirəm, psixologiyada %100 məsələ yoxdur. İstisnai hallar hər zaman vardır. Elm bir statistikadır. Statistikada ən azından 2 milyard insanların təcrübələrinin ümumiləşdirilməsidir. Diqqətinizə görə minnətdaram. Sağ olun.